Hoş gördük əziz Türk kızlarım. Cənubi Azərbaycanımızdan olan, əgər məni dinləyəcək olan sevimli qızlarım varsa, sizlər də bizim canlarımızsınız, ürəyimiz həmişə sizləndir. İnşallah onsuz da əsas birlik, mənəvi birlik, daxili ruhi birlikdə bir yerdə olarıq. Elə bilirəm ki, söyləyəcəklərim, danışdıqlarım sizin üçün də maraqlı olar. Bugünkü mövzumuz astmatik bronkit haqqındadır. Əvvəlki videolarımda mən dəfələrlə qeyd etmişdim ki, bugünkü bizim qlobal xəstəliklərimizin, çoxlu sayda yayılmış xəstəliklərimizin ən birinci, ən önəmli, öndə gedən səbəbi bizim qidalarımızın təbiətdən ayrı olması, qeyri-təbii olması, konservatlı olması, deməli, yediyimiz qidalara bir çox konservatların və qatqıların əlavə olunmasıdır. Astmatik bronkitdən danışacağıq. Astmatik bronkit, deməli, adında astma sözü var. Yəni, bu astma xəstəliyi deyil. Astmatik bronkit astmaya oxşar formada gedən bronkitdir. Bronxların iltihabıdır. Bu xəstəliyə həm də tibbdə də, elə arasında da allergik bronkit, obstruktiv bronkit, spastik bronkit kimi də adlandırmalar edirlər. Demək, çox uşaqlar arasında, ən çox da 2-6 yaşında olan uşaqlar arasında yayılma tezliyi həddindən artıq çoxdur. Və bu xəstəliyi, deməli, diqqətinizə çəkməkdə məqsədim odur ki, bu xəstəlik həm çox geniş yayılmışdır, həm də bunun vaxtında dəyərləndirilməməsi, düzgün diaqnozunun qoyulmaması gələcəkdə uşaqlarda bu xəstəliyin astmaya çevrilməsinə səbəb olur. Yəni, elə ona görə də bunun ən çox işlənən adı, istifadə olunan adı astmatik bronkitdir. Yəni, astmatik bronkit astma deyil, amma astma riski olan bir bronkitdir. Müalicə olunmarsa vaxtında və deməli, uzun müddət tez-tez xəstələnmələr olarsa, düzgün yönləndirmələr olarsa, demək ki, astmatik bronkitli xəstələr astmaya namizəd sayılır və gələcəkdə onlar deməli, astma ilə xəstələnmiş olurlar. Ona görə də buna çox diqqətli yanaşmanızı məsləhət görərdim. Çoxlu sayda səbəbləri vardır. Demək ki, 80% hallarda demək, bu astmatik bronkit allergik xəstəlikdir. Yəni, allergik səbəblərdə 80% hallarda. Demək ki, digər faizlər isə virus xəstəliklərinə, genetik meylliyə, siqaret çəkmə böyüklərdə və s. Deməli, yaşayış mühiti, rütubət, kif olan yerdə yaşamaq və s. belə hallar da bu xəstəliyin inkişafına səbəb ola bilər. Demək, əlamətləri nədir? Bronkitin, demək, adi sayda bronkitlərdə olduğu kimi, burada da birinci əlamət öskürəkdir. Öskürək, demək, adi bronkitdən fərqli olaraq burada boğulma tipində gedir. Yəni, astmalı xəstələr necə boğulursa, orada, demək, tənginəfəslik halları müşahidə olunursa, burada da eynən boğulma tipli öskürək tutmaları olur və digər sadə bronkitdən, adi bronkitdən, yəni astmatik olmayan bronkitdən fərqli olaraq burada, demək, gecə öskürəkləri üstünlük təşkil edir, səhərə yaxın öskürəklər üstünlük təşkil edir və valideynlərdən anamnez topladıqda, yəni onları sorğuladıqda söyləyirlər ki, nəsildə də belə bir şey olub, nənədə olub, babada olub və yaxud da anada hər hansı bir allergik xəstəlik var və il ərzində bir neçə dəfə təkrarlanır. Müalicə heç bir effekt vermir dedikdə və biz onların müalicəsinə baxdıqda müalicənin yanlış yöntəmdə aparıldığını aşkarlayırıq. Yəni, burada çox önəmlidir ki, sizin həkiminiz, pediatrınız düzgün yönləndirmə etsin və müalicə düzgün olsun ki, deməli, təkrarlanmalar olmasın. Demək, sadə bronkitlərdən fərqli olaraq bir də belə bronkitlərin böyük əksəriyyətində 90% hallarda xəstələrdə, istər uşaqlarda, istər böyüklərdə qızdırma halları müşahidə olunmur. Belə, deməli, çox rica edirəm. Əgər uşağınızın öskürəyi uzun müddət keçmirsə, 10 gündən artıq uzanırsa, gecə boğulma tipli öskürəklər olursa və
səhərə yaxın kəskinləşirsə və genetikanızda, irsiyyətinizdə, nəslinizdə allergik xəstəlikləri olanlar varsa, bunu ciddi qiymətləndirin və demək, düzgün yönləndirmə eləyərək uşağınızın düzgün müalicəsini təşkil etməyə çalışın. Bir də insanlar arasında çox belə bir deməli fikir yayılıb ki, bir balaca öskürən kimi və yaxud da boğulma tipli öskürən kimi özlərindən inqalyasiya aparatı alaraq, inqalyasiya üçün istifadə olunan dərmanlardan istifadə edərək, kimlərin ağzından eşidib istifadə edərək ev şəraitində inqalyasiyalar edirlər və yaxud da uşaqlara damardaxili köçürmələr edirlər. Müəyyən tərkibinə kortikosteroidlər əlavə olunmuş və qısa müddətli, yəni o obstruksiyanı, tənginəfəsliyi götürən dərmanlar qatılaraq qısa müddətli effektlər alırlar. Yadınızda saxlayın və diqqətli olun, bunu heç vaxt unutmayın, qulağınızda sırğa edin. Damardaxili köçürmələr, deməli, inqalyasiyalar, bunlar müalicə deyil, bunlar ancaq yardımdır. Və əgər uşaqda boğulma yoxdursa, sərbəst nəfəs ala bilirsə, heç bir inqalyasiyaya getməyin. Bunun inqalyasiyada istifadə olunan dərmanların böyük əksəriyyəti hormonal dərmanlardır və uşaqlarda hormonal asıllıq yaradasınız. Və sizin uşağınızın xəstəliyi, yəni sağalmaya, müalicəyə tabi olmayacaq və hormondan asılı vəziyyətə düşəcək. Gələcəkdə isə siz uşağınızın asmatik bronkiti doğrudan da asmaya keçəcək, özdə hormonal asılı asmaya keçəcək. Ona görə də çox diqqətli olun. İnqalyasiyalardan göstəriş yoxdursa, həkim təyinatı yoxdursa, qaçmağa çalışın və deməli, uşaqda çox ağır vəziyyət yoxdursa, damardaxili köçürmələrdən uzaq olmağa çalışın. Təşəkkür edirəm diqqətinizə görə, sağ olun, xəstələnməyin.